buna cəm olmuşuq. Biri digərinin əmvatı haqqında salavat zikr edək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Əziz və dəyərli möminlər, bugün İmam Hüseyin əleyhissalamın, Həzrət Əbəlfəzl ağanın və İmam Səccad əleyhissalamın mübarək mövlud gününə cəm olmuşuq. Hər birinizi ilk öncə bu mübarək günlər münasibətilə təbrik edirəm. Allah Teala bu günləri inşallah bizlər üçün xeyirli və bərəkətli qərar versin. Amin. Bu üç şəxsin özündə birləşdirən bir dəyər haqqında istəyirəm bugün sizlər üçün danışım. Çalışacağım söhbətimi qısa eləyim. Sonra inşallah dəyərli qardaşlar, dəyərli məddahlarımız sizin xidmətinizdə olacaqlar. Bu üç şəxsi birləşdirən dəyərlərdən biri fədakarlıqdır. Bu üç şəxsin həyatına baxsaq, bunları əsas birləşdirən dəyərlərdən biri fədakarlıqdır. Fədakarlıq İstər insanın mənəvi inkişafı üçün, fərdi inkişafı üçün, istərsə də cəmiyyətin inkişafı üçün çox mühüm bir məfhumdur. Fədakarlıq o qədər əhəmiyyətlidir ki, bəzən dəyərli sözlər çox işlənəndə insanlar onun dəyərini çox da qavraya bilmir. Dəyəri itir sözün. Fədakarlıq amma o qədər əhəmiyyətli bir məfhumdur ki, İmam Əli əleyhissalam buyurur ki, fədakarlıq ən ali insani sifətdir. İnsan bir çox fəzilətə sahib ola bilər. Gözəl xüsusiyyətə sahib ola bilər. Lakin fədakarlıq bunların başında gəlir. Adətən dahilik dedikdə bunu elm əhli ilə, yazı pozu ilə məşğul olan adamlarla məhdudlaşdırırlar. Dahi olaraq həmin o şəxsləri görürlər. Düzdür, bir insan elm əhlidirsə, öz elmi ilə cəmiyyətə fayda verirsə, o dahidir. Amma dahiliyi bununla məhdudlaşdırmaq olmaz. İmam Əli əleyhissalamın az öncə qeyd etdiyim hədisini də nəzərə alsaq, mən deyərdim ki, ən dahi insanlar şəhidlərdir. Mübariz İbrahimovdur, General Polad Həşimovdur və digər vətən uğrunda canını fəda verən şəhid qardaşlarımızdır. Çünki niyə? Fədakarlıq ən ali sifətdirsə, fədakarlığın da ən zirvə nöqtəsi şəhadətdir. Buna görə də mən deyərdim ki, ən dahi insanlar elə bizim şəhidlərimizdir. Ümumiyyətlə, cəmiyyətdə fədakarlıq ruhu zəifləməyə başlayanda problemlər ortaya çıxır. Cəmiyyətə diqqət yetirsək, görərik ki, ictimai problemlərin əsas kökündə dayanan egoizmdir. Fədakarlıq, səmimiyyət, güvən, bunlar cəmiyyəti ayaqda saxlayan dəyərlərdir. Elə bil ki, həyatın dadı və duzudur. Bəzən deyirlər ki, əvvəlki kimi həyatın dadı yoxdur. Əvvəllər başqa cürdür. Amma indi isə dad, ləzzət itib. Çünki həyatımızın dadı, duzu olan bu dəyərlərdən uzaq düşürük yavaş-yavaş. Ona görə həyatımızın ləzzəti itib. Məsələn, əvvəllər ailələr fədakarlıq üzərinə qurulardı. Məsələn, valideynlər evladları ailə quranda onlara tövsiyə edirdilər ki, dözümlü ol, fədakar ol ailədə. Məsələn, çoxunuz bunu görmürsünüz, süfrədə ailə əyləşəndə ana hamıya yemək çəkərdi, yemək qalmayanda deyərdi ki, mən toxam. Bu böyük bir fədakarlıqdır. İnanın ki, ailələri, cəmiyyəti bu cür sadə fədakarlıqlar, anaların, ataların etdiyi fədakarlıqlar ayaq üstə saxlayırdı. Amma indi necədir? İndi valideyn evladı ailə quranda deyir ona ki, öz hüququnu qoru. Öz hüququnu qoru, tapdalama özünü heç vaxt. Öz haqqını tapdalama.
Əzizlərim, ailə hüquq davasının çıxarılacağı ən son yerdir. Ailə fədakarlıq meydanıdır. Əgər ailədə hüquq üzərində başlansa hər şey, bu ailənin sonu yoxdur. Müəyyən müddət gedəcək. Gərək ailədə hər iki tərəf bir-birinə fədakarlıq etməyi bacarsın. Təkcə bu ailədə deyil, cəmiyyətdə də, qohum, dost arasında da insan gərək fədakar olmağı bacarsın. Heç olub ki, bir dostunuzun özündən asılı olmayan bir qüsurunu ona bir özəllik kimi təqdim eləyəsiniz. Məsələn, görürsünüz ki, onda bir qüsur var, amma bu özündən asılı olmayan bir şeydir. Siz fədakarlıq eləyirsiniz, bunu onun üçün özəlləşdirirsiniz. Bir yerdə oxumuşdum ki, uzun illər asma xəstəliyindən əziyyət çəkən, sonra vəfat eləyən bir şəxsin xanımı danışırdı ki, mən mənim gecələrimin rahatlığını pozan öskürəyi üçün darıxıram. Baxın, necə bir fədakarlığın dərəcəsinə baxın. Bu, onun gecəsini narahat eləyib, yuxusunu haram qatıb. Amma fədakarlıq gələndə görürsünüz, necə şirin bir şeye çevrilir, hətta insan onun üçün belə darıxır. Amma indi necədir? Baxırsan ki, yoxsa biri ağzını balaca nırçıldadan kimi qırğın düşür. Başlayır qəlb qırmağa. İnsan gərək hər şeyə görə qəlb qırmasın. Hər şeyin üçün keçməyi bacarsın, fədakarlıq eləməyi bacarsın. Çünki indi ölçülər çox dəyişib. İnsana geyindiyi paltara, maşınına görə, maddi şeylərə görə dəyər verilir. İndi adicə elmə, oxumağa kapital mənbəyi olaraq baxırlar. Məsələn, görmüsünüz də, valideyn uşağının nə deyib məktəbə göndərirdi? Oxu ki, gələcəkdə bir iş sahibi olasan, əlvə pul gəlsin. Yüksək imkan sahibi olasan. İstəyirsənsə, sən də yüksək imkanlı olasan, vəzifəli olasan, gərək oxuyasan. Bunu deyib uşağı oxumağa hazırlaşdırır. Elmə belə kapital mənbəyi kimi baxılır. Bunlar hamısı mənfəətpərəstlik, fədakarlıqdan uzaq düşmək, qərb mədəniyyətinin bizə olan nüfuzudur. Bütün dəyərləri kənara atırlar. Baxırsan ki, bu cür qərb dəyərlərini mənimsəyən insan, cəmiyyət, nəinki həmin cəmiyyətdə insan insana görə canını fəda eləyib ölümə gedir. Hətta insan insana görə bəzən yaşaya belə bilmir. Görmüsünüz də intihar eləyənlər. Baxırsan ki, çətinliyə dözüb, arxada qoyduqlarını fikirləşmir. Ki, mən bu çətinliyə dözüm, fədakarlıq eləyim, yaşayım. Hətta yaşaya belə bilmir insan insana görə. Yaşamaq özü bir fədakarlıqdır. İnsan ümumiyyətlə istər həyatı ilə, istər ölümü ilə gərək baxsın ki, nə hansı növlə cəmiyyətə fədakarlıq eləyib xidmət göstərə bilər. Məhz mövluduna yığışdığımız bu şəxslər də bizə bunu aşılayır. Bizim niyə 44 günün ərzində xalqımız müzəffər, ordumuz qələbə qazandı? Niyə? Çünki bizim xalqımız İmam Hüseyn əleyhissalamın məhəbbəti ilə, bu fədakar şəxslərin məhəbbəti ilə böyüyüb başa gələn bir xalq idi. Ona görə də baxırdınız 44 günlük müharibə ərzində xalq necə fədakarlıq eləyirdi. Ön cəbhədə olanlar canını verirdi, arxa cəbhədə olanlar da çalışırdı ki, sivil cəmaatdakı nə yolla olur olsun, cəbhəyə dəstək olsun. Bu ruhiyyə idi bizə qələbəni qazandırdı. Bunun da banisi bizim İmam Hüseyn məhəbbətimizdir. Bəs fədakarlıq nədir? Bu qədər fədakarlığın əhəmiyyətindən danışdıq. İndi görək fədakarlıq nədir? Həşr surəsinin 9-cu ayəsində buyurur ki, istəmirəm ayəni, genişdir ayə, geniş şəkildə izah edib vaxtınızı alım. Qısa şəkildə məzmununu sizə deyirəm. Ayədə buyurulur ki, özləri ehtiyac içində olduqları halda onları özlərindən üstün tutarlar. Yəni, ehtiyaclıları özlərindən üstün tutarlar. Bu ayənin nazil olma səbəbi odur ki,
İslam ki yayılanda, Peyğəmbər ki Məkkədən Mədinəyə hicrət elədi, Məkkəlilər də onunla bərabər hicrət eləmişdi. Bütün mal varlığını Məkkəlilər qoymuşdu Məkkədə. Mədinədə heç neyləri yox idi. Və Bəni Nəzir Yahudi qəbiləsi ilə qarşılaşanda oradakı qələbə qazandılar, qənimətlər əldə elədilər. Peyğəmbər Mədinəlilərə, yəni Ənsara təklif elədi ki, sizin olanlar sizdə qalsın. Amma buradakı sizə düşən qənimət payını bağışlayın mühacirə, yəni Məkkəlilərə. Çünki onların heç nəyi yoxdur. Bunlar da bunu canla başla qəbul elədilər. Hətta özlərinin buna ehtiyacı olsalar da bunu qəbul elədilər. Və bunun üçün də Həşr surəsi 9-cu aya nazil oldu. Fədakarlıq artıq olanı yox, fədakarlıq özünün ehtiyacı ola-ola bağışlamaqdır. Artıq olanı vermək ehsandır. Məsələn, birinin bir mal varlığı var, ondan artığını versə ehsan eləyər. Amma baxırsan ki, birinin əlində bir pay çörək var məsələn, qonşusu da acıdır, özü acıdır amma qonşusu ondan daha acıdır. Özündən keçir, aparır onu qonşusuna verir. Bax, fədakarlıq budur. Bəs necə eləyək ki, fədakar olaq? Əlbəttə, bu birdən-birə başa gələn bir iş deyil, pillə-pillə başa gələn bir şeydir. Gərək insan sadə şeylərdə, kiçik şeylərdə keçməyi bacara-bacara, fədakarlıq eləyə-eləyə özündə bu ruhiyyəni formalaşdırsın. Məsələn, yenə də şəhidlərimizin həyatına diqqət yetirsək, onlar birdən-birə gəlib çatmamışdılar ki, həmin şəhadət zirvəsinə. Baxın, onların həyatını oxuyun, görün onlar həyatlarında, ailələrində, dostlarında, işdə, hansı şeylərdə fədakarlıq edirlər. Onlar həyatlarında fədakarlıq eləməyi bacaran insanlar olublar. Öz ailələri üçün, dostları üçün hər şeydən keçməyi bacaran insanlar olublar. Ona görə də yavaş-yavaş formalaşa gəldilər, fədakarlığın ən ali zirvəsinə çatdılar və şəhadət zirvəsinə çatdılar. Adi şeylərdən başlasın gərək insan. Daim düşünsün ki, mən ailəmə, dostlarıma hansı yolla xidmət eləyə bilərəm, necə fayda verə bilərəm? Məsələn, bir dostunu görsən, saçı ağarır, bu onu narahat eləyir. Bu narahatlığını ortadan qaldırmaq üçün bir komplimentdir. Məsələn, de ki, uca dağların da başı həmişə qarlı olur. Baxırsan, sadə bir sözdür, baxarsan ki, bu sözün onun qəlbini sevindirər. Hər şey pillə-pillə başlayır. Məsələn, yaşı çatmayan uşaqları bəlkə də görmüsünüz, həddibuluq olmayan, oruç üçün yaşı çatmayan uşaqları nə edirlər? Oruç tutdururlar, deyir ki, günorta namazına qədər sən oruç tut, yavaş-yavaş, pillə-pillə öyrəş buna. Və həddibuluğa çatanda da bunun üçün artıq rahat olur. Axıra qədər oruç tutmaq, bütöv oruç tutmaq. Nəyi bacarırsansa ondan başla, nəyi fədakarlıq eləyə bilirsənsə hansı yolla ondan başla, inan ki, yavaş-yavaş səndə bu ruhiyyə artacaq. Dostlardan biri danışırdı ki, deyirdi ki, biz Ramazan ayında ailəli ilə hamımız oruç tuturduq, əkiz qardaşımdan başqa. Deyir, amma imsaka dururduq, imsak vaxtı olurdu. Bu hamımızdan qabaq oruç tutmayan o əkiz qardaşım hamımızdan qabaq gəlib oturdu imsak süfrəsində. Bir dedim ona ki, bura bax, sən ki oruç tutmaya, sənə nə olub durub, yuxuva haram qatıb durub, imsak sürəsində oturmuşsan. Qayıtıb dedi ki, oruç tutamıram. Lap o qədər kafirəm ki, imsaka da durmuyum. Baxırsan, sadə bir şey deyə, zarafatyana bir şey olan məsələdir bu əslində, amma bunda da bir həqiqət var. Yəni, demək istəyir ki, ac qala bilmirəm də, bunu fədakarlıq eləyə bilmirəm. Yuxumdan ki, keçə bilirəm. Baxırsan ki, bəlkə elə bəzən bu sadə şeylərdən başlayaraq gəlir görürsən ki, bir müddətdən sonra həmin adam oruc da tutar. Ruhiyyəsi öyrəşər həmin fədakarlığa. Əziz möminlər, müasir dünyamızda fədakarlıq kimi dəyərlər artıq yoxa çıxmaqdadır. Heç kim deməsin ki, mən bunu bacarmaram. Əgər bir insanda vicdan varsa, bir insanda mənəviyyat varsa, insan bunu bacara bilər. İnsan fədakar biri ola bilər, mütləq. Çox vaxtınızı almayım. İndi isə gələk bugün
mövluduna yığışdığımız 3 şəxsiyyətə. İmam Hüseyn əleyhissalam fədakarlığın ən ali zirvəsidir. Yəni fədakarlıq deyəndə birinci növbədə o gəlir ağla. Çünki hər şeyini fəda edən bir şəxsdir. İmam Hüseyn əleyhissalam İslamın, təkcə İslamı yox, bütün ümumbəşəri insani dəyərlərin yaşaması üçün hər şeyini fəda elədi. Necə ki, atası Əmir əl-Müminin Əli əleyhissalam Xəndəkdə düşmənlə üzbəüz qalanda fədakarlıq elədi. Hamı Əmr ibn Əbdəviddən qorxanda meydana çıxdı. Onun hesabına İslam gəlib bizə çatdı da. Peyğəmbər də buyurdu ki, Əlinin Xəndəkdə vurduğu zərbə insanların və cinlərin qiyamətə qədər etdiyi ibadətdən üstündür. Çünki niyə? Əgər Əli əleyhissalam orada o fədakarlığı eləməsəydi, indi bu saat İslam gəlib bizə çatmazdı. Mən deyərdim ki, İmam Hüseyn əleyhissalamın elədiyi fədakarlıq da elə buna bərabərdir. İmam Hüseyn əleyhissalam bu fədakarlığı eləməsəydi, Kərbəlanı bizə tanıtdırmasaydı, indi bu saat İslam gəlib çatmazdı. Dövrün Əmr ibn Əbdəvidi Yezid İslamı məhv eləyərdi. Bəs Həzrəti Əbəlfəzl ağa, bunlar başdan başaya, bunların ailəsinə baxın, heç çalışıblar ki, bir-birlərinə fədakarlıq eləsin. Bacı qardaşa fədakarlıq eləmək istəyir. Qardaş bacıya fədakarlıq eləmək istəyir. Qardaş qardaşa fədakar olmaq istəyir. Hərəsi çalışır ki, bir-birinə nə ilənsə olursa olsun fədakarlıq eləsin. Bunlar fədakar bir ailə nümunəsidir cəmiyyətə. Necə ki, İmam Hüseyn əleyhissalam Həzrəti Əbəlfəzl ağaya deyirdi ki, canım sənə fəda olsun qardaş. Həzrəti Əbəlfəzl ağa da eyni şəkildə gəlib ki, Kərbəlada ovcuna su dolduranda susuzluğunu İmam Hüseyn əleyhissalama fəda elədi. Dedi ki, Hüseyn su içməyibsə, mən içmərəm bundan. Bəs İmam Səccad əleyhissalamın fədakarlığı isə o idi ki, bütün Kərbəlada ətrafı şəhid olanda o yaşamalı idi. Yaşayaraq fədakarlıq eləməli idi İmam Səccad əleyhissalam. Yaşamağı ilə, İslamın yaşaması üçün İmam Səccad əleyhissalam yaşamalı idi. Onun yaşamağı, həyatda qalmağı özü bir fədakarlığı idi. Yoxsa İmam Səccad əleyhissalam da şəhadət şərbətini içərdi də, amma o şəhadət şərbətini içən ətrafını görə yaşadı, bunlara dözdü və İslamı yaşatdı. Ona görə də bəzən insan ölümü ilə İslamı yaşada bilər, bəzənsə yaşamaqla İslamı yaşada bilər. Gərək insan onun yerini düzgün təyin eləsin. Bu məsumlar hər biri nə lazım olubsa onu eləyiblər. Məsələn, Həzrət Əmir əl-Müminin susmaqla fədakarlıq elədi. İmam Həsən əleyhissalam sülh müqaviləsi bağlamaqla, öz haqqından keçməklə fədakarlıq elədi. İmam Hüseyn əleyhissalamın fədakarlığı ki, hamıya məlumdur. Hər bir şeylə fədakarlıq elədi. Bir şeyindən keçdi. Nə yaxşı ki, biz bu şəxsiyyətləri tanımışıq. Nə yaxşı ki, bizim İmam Hüseynimiz var. Nə yaxşı ki, bizim Həzrəti Əbəlfəzlimiz var. Nə yaxşı ki, biz bu dəyərlərə sahibik. Bir daha mövludunuz mübarək. Hər birinizi bir daha təbrik edirəm. Muhammed Ali Muhammed'e selavat-ı şerif. Allahümme salli ala Muhammed.